bəzi məsələlərin həlli qaydalarını bilmək üçün elə məsələlər üzərində deyəcəm, burada yadında qalsın. Kalsium kükürdlə 7-yə baxırıq. Kalsium kükürdlə 5-4 kütlə nisbətində birləşir. 16 qram kükürd neçə qram kalsiumla reaksiyaya daxil olur? Əvvəlcə bunu iki cür yazmaq olar. Əvvəlcə kalsiumun reaksiyanı yazım ki, onu da bilirsən. Kalsiumun kükürdlə reaksiyasını yazanda kalsium S alınır. Kalsium 2 valentlidir. Qeyri-metallar da metalların yanında öz ən kiçik valentini göstərir. Biz bilirik ki, kükürdün valenti 2 valentlidir, 4 valentlidir, bir də 6 valentli. Ən kiçik valenti 2-dir, metalların yanında 2 valent göstərir. İndi bizə nə deyir? Bizə deyir ki, baxaq bunu. Bizə deyir ki, 5-in 4 nisbətində birləşir. Yəni 5 qram kalsiuma 4 qram kükürd birləşir. Hə, 5-ə 4 birləşir. Bunu özü veribdir. Bizdən nə soruşur? Bizdən soruşur ki, 80 qram, buna baxırdıq yoxsa hə? Yəni o 80-dir. Hə, bu ikinciyə baxır. 16 qram kükürd. Kükürdün üstünə yazıram 16. 16 qram kükürdə nə birləşər? X. X bərabərdir. Məxrəcdə 4, surətdə 16 vuraq 5. İxtisar gedər bir dəfə, 4 dəfə bərabər eləyər 20-yə. İndi başqasını yazıram yenə. Kalsium üstə gələk S, yenə kalsium S. İstəsək reaksiyanı yazarıq, istəsək yazmarıq. Amma əksəriyyətində reaksiya yazıb əmsallaşmalıdır. 5 qram kalsiuma nə deyirsə onu yazıram. 5-ə nə birləşir? 4 qram kükürt birləşir. Amma bizə deyir 80 qram kalsium. Kalsium deyirsə kalsiumun üstündən yazmaq lazımdır. Bu 80-i aparıb kükürdün üstünə yazmaq olmaz. X bərabərdir. Məxrəcdə 5, surətdə 4 vuraq 80. 80 ilə 5 gedər 16 dəfə. 16-nı da 4-ə neçə eləyir? 64 qram edər. Cavab burada C variantı olur. 9-a baxırıq. 9-da ümumiyyətlə əmsallaşdırma qaydası budur ki, tutaq ki, hidrogenin oksigenlə reaksiyasını yazıram, alıram su. Birinci oksigeni əmsallaşdırmaq lazımdır. Əgər orada sərbəst oksigen iştirak edirsə, sağdakı, soldakı atomların sayını bərabərləşdirmək də əmsallaşdırmaq. Oksigenin sayı solda neçədir? 2. Sağda 1-dir. Qarşısına 2 yazıram ki, 2-ni bunun ayağındakı, bax, indeksindəki 1-ə vuranda 2 eləsin. Hidrogenim 2 dəfə 2-ni neçə eləyir? 4 eləyir hidrogenim. 4, ona görə hidrogenin qarşısına 2 yazıram. Tutaq ki, başqasını yazım. Karbon üstə gələk oksigen, alınır karbon o 2. Baxıram ki, oksigenin sayı burada 2-dir, hə, burada da 2-dir. Karbonun sayı burada 1-dir, burada da 1-dir. Əmsala nədir? Ehtiyac yoxdur. Və yaxud da karbon üstə gələk hidrogen, alınır CH4. Baxıram ki, karbonumun sayı burada 1-dir, burada da 1-dir. Karbonla işim yoxdur. Hidrogenə baxıram. Hidrogen 4-dür. Burada hidrogenin qarşısına 2 yazıram ki, 2-ni 2-yə vuranda 4 olsun. Əmsallaşdırmaq odur ki, sağda, solda atomun sayını neyinirik? Bərabərləşdiririk. Məsələn, başqasını yazım. Alüminium üstə gələk xlor 2. Alüminium, xlor 3. Baxıram ki, solda xlorum 2-dir, sağda 3-dür. Ona görə sağa mən 2 yazıram ki, 2-ni 3-ə vuranda 6 olsun. Onda xlorun qarşısına 3 yazım ki, 3-ü 2-yə vuranda 6 olsun. Çünki sağla soldakı atomun sayı bərabər olmalıdır. Sağda neçə xlor varsa, solda da o qədər olmalıdır. İndi alüminiuma baxaq. Alüminium 2 dəfə 1-in, alüminium indeksində heç nə yoxdur axı. 2 dəfə 1-in 2, onda alüminiumun qarşısına nə yazıram? 2 yazıram. Başqa birini deyək. Tutaq ki, yazıram alüminium, üstə gələk oksigen, alınır alüminium 2O3. Birinci oksigenin sayına baxıram. Əgər sərbəst oksigen iştirak edirsə. Oksigenin sayı solda 2-dir, sağda 3-dür. Onda qarşıya, alüminium oksidin qarşısına 2 yazıram. 2 dəfə 3-ün oksigen 6 eləyir. Onda oksigenin qarşısına 3 yazıram ki, 3-ü 2-yə vuranda 6 eləsin. Alüminium sağda 2 dəfə 2-in, bax bu 2-ni buna vuranda 4 eləyir. Solda da 1-dir deyə 4 yazıram ki, 4-ü də bunun ayağındakı 1-dir də vuranda 4-ə bərabər olsun. Başqa birini yazaq. Məsələn,
Tutaq ki, yazım kalsiyum üstə gələk oksigen. Alınır kalsiyum oksit. Oksigenin sayı neçədir? 2-dir. Solda, sağda 1-dir. Gətirib bu 2-ni bura yazmaq olmaz. Qətiyyən olmaz. Bax, bu qətiyyən olmaz. Ancaq qarşıya yaza bilərsən. Əmsala bir bura yazıla bilər rəqəm, bir bura yazıla bilər, bir də bunun qarşısına. Gedib maddənin ortasından onun ayağına, indeksinə və yaxud da qarşısına heç nə yazmaq olmaz. Ancaq əmsallar, bax, bir məsələn, burada bura yazıla bilər, bir bunun qarşısına yazıla bilər, bir də kalsiyumun qarşısına yazıla bilər. Baxıram ki, solda oksigenim neçədir? 2-dir, sağda 1-dir. Kalsiyum oksidin qabağına 2 yazıram. Və kalsiyum oksigenim 2 dəfə 1-in, burada heç nə yoxdur deyə 1-dir. 2 dəfə 1-in 2 elədi. Bunun da qarşısında heç nə yoxdur deyə, o heç nə yoxdur. O demək ki, o 1-dir. 1-i də 2-yə vuranda, 1-i də bu 2-yə vuranda 2 eləyir. Deməli, oksigenin sayı düzəldi. Kalsiyuma baxıram. 2-ni 1-ə vuranda kalsiyum 2 eləyir. Qarşısına 2 yazıram. Başqa biraz mürəkkəbin yazım. Kalsiyum üstə gələk H-xlor. Buradan alınır kalsiyum, xlor 2, üstə gələk H2. Deyə bilərsiniz ki, müəllim, nə bildin ki, kalsiyum, xlor 2 alınır, kalsiyum, xlor 3 alınmır. Ümumiyyətlə, turşularda belədir. Turşu qalığı, bunu deyim, H2SO4, məsələn, H2 karbon 13. Turşu qalığı özünə birləşdirdiyi hidrogen qədər valentlik göstərir. Məsələn, burada xlor 1 valentlidir. Çünki özünə bir dənə hidrogen birləşdirib. Brom 1 valentlidir. Məsələn, SO4 2 valentlidir. Karbon 13 2 valentlidir. H3PO4-də PO4 qalığı var, bax bu 3 valentlidir. Özünə birləşdirdiyi hidrogenin sayı qədər valentlik göstərir. Ona görə kalsiyum 2 valentlidir. Xlor da 1 valentlidir. 2 ilə 1-ə bölünən onların əkobu 2-dir. 2-ni 2-yə böləndə 1 düşür, 1-ə böləndə də 2 düşür. Ona görə kalsiyum, xlor 2, üstə gələk H2 yazdım. İndi burada xlorum 2, hidrogenim 2. H-xlorun qarşısına 2 yazsam, sağla sol bərabərləşər. Çünki bir dənə kalsiyumum var, burada da biri. Xlor 2 dəfə 1-in 2-dir, burada da 2-dir. Hidrogenim 2 dəfə 1-in 2-dir, burada da 2-dir. Başqa birini yazın. Məsələn, alüminium üstə gələk H-xlor yazıram. Alüminium, xlor neçə olacaq indi? De görüm. Alüminium xlor. Alüminium neçə valentlidir? Alüminium valenti bir dəqiqə. 27. Yox, 27 onun nisbi atom kütləsidir. 13. 3. 13-də sıra nömrəsidir. Valenti 3-dür. Alüminium, xlor 3. Üstə gələk. Valenti soruşursunuz. Mən deyəcəyim şeyin soruşuram. Yox, valentin soruşuram ki, görüm necə əmələ gəlir. İndi bax, burada xlor 3-dür, hidrogen də 2-dir. Sağa sola elə rəqəmləri yazmalıyıq ki, saylar bərabər olsun. 3, 2, məsələn, bura yazım 6. 6 mənim hidrogenim var. Onda hidrogenin qarşısına 3 yazıram ki, 3 2-yə vuranda 6 eləsin. Xlorum 6 dəfə 1-in 6. Onda bunun qarşısına 2 yazıram ki, birləşmənin. Ancaq qarşılarına yaza bilərəm, ha. 2-ni 3-ə vuranda 6 eləsin. Alüminium 2 dəfə 1-in 2-dir. Gətirirəm, burada nə yazıram? 2 yazıram ki, əmsallarım düzəlsin. Sonra, məsələn, CH4, üstə gələk oksigen, alınır karbon qazı, bir də su, əmsallaşdıraq. Birinci karbonun sayına baxıram. 1 dənədir, burada da 1 dənədir. Sonra baxıram, deməli, karbonun sayına baxdım. Hidrogenin sayına baxaq. Hidrogenin sayı, ümumiyyətlə, karbohidrogenlər yanında karbonun, hidrogenin, sonra oksigenin sayına baxırsan. Karbohidrogenlər yanında. Karbonun 1-dir, burada da 1-dir. Hidrogenim 4-dür deyə bura 2 yazıram ki, 2-ni 2-yə vuranda 4 olsun. İndi oksigenimə bax. Oksigenim burada 2-dir. 2-ni 1-ə vuranda burada da 2-dir. Neçə elədir? 4. Oksigenim burada 2-dir. Qarşısına 2 yazıram ki, 2-ni 2-yə vuranda nə olsun? 4 olsun. Və yaxud da başqa yazım. Karbon üstə gələk oksigen alınır CO. Karbonun oksigenlə reaksiyasından CO2 də alına bilər. CO da alına bilər. Tam yananda budur, natamam yananda da yuxarıdakıdır. Deməli, əmsallaşdırsam, oksigenin sayı solda 2-dir, sağa 2 yazıram.
Karbonum da 2 oldu. Burada 2 yazıram. Burada əmsala ehtiyac yoxdur. İkincidə bir karbon var, bir karbon var. 2 hidrogen var, 2 hidrogen var. Bunda nədir? Ehtiyac yoxdur. Onda buradakı olan bir neçə məsələyə baxaq. Məsələn, 9-cu məsələyə baxaq. 9-cu məsələdə görək nə deyir bizə. Deyir ki, sağda solda əmsalları yazmalıyıq. Baxıram ki, mənə məlum olan kükürdür. Kükürdə bax, 8 dəfə 1-in 8 eləyir. Düzdürmü? İndi solda kükürdüm 8 olmalıdır. 4-ü neçəyə vurum ki? 4 y. Bəli. 4 y-im 8-dirsə, y-im də 2-dir. 2. Bu belə. Deməli, y-in yerinə nə yazıram? 2 yazıram. Gəldi indi nəyə? Baxıram ki, dəmir məlum deyil. Dəmir burada 4x-dir. Burada da 2z-dir. Bunu tapa bilmirəm. Çünki məhsuldur ikisi də. İndi oksigenə görə hərəkət edirəm. 11-i 2-yə vururam. 22. Sağda, belə solda 22 oksigenim var. Solda. İndi sağa baxım. Sağda oksigenim Z-i 3-ə vuranda 3Z. Üstə gələk. 8-i vurum 2-yə 16. İndi 3Z bərabərdir 6-ya. Eləmi? 22-dən nəyə çıxdım? 16-nı çıxdım. Z də bərabərdir 2-yə. Z-i neçə aldım? 2. Harada Z varsa o da 2 yazıram. Z buradadır. Yazdım 2. İndi dəmirim 2 dəfə 2 neçə eləyir? 4 eləyir. Dəmirim sağda 4'dür. Solda da 4 olmalıdır. Bunun qarşısında 4 var. Onda yazım 4x. Çünki indeksinə vurmalıyam axı. Bərabərdir 4'ə. X də bərabərdir nəyə? 1'ə. 1'ə. Deməli, x-im 1 oldu. Z-im də, y-im də nəyə bərabər oldu? 2'yə bərabər oldu. Başa düşdün nə dedim? Bəli. Hə, ona bax özün. Burada P, S, S. Yəni burada 2'ni vururuq 2'yə, sonradan vururuq 1'ə. Hə, deməli birinci nə idi? Fosfora baxaq da. 2 dəfə 2'in 4. Deməli mənim 2x-im 4'ə bərabərdir. Eləmi? Onda x-im 2'yə bərabərdir. 2'dir. X-in yerinə 2 yazacağım. 2. Deməli cavabım ya E-dir, ya da A-dır. Hə, sonra. Sonra o birisinə də baxanda Z, SO2. Mənim burada O2-dirsə, Z-i də 2 eləməliyik. Ona görə də bunu 2'yə yox, 1'ə vururuq. Gəl baxaq görək. İndi bax, məsələn, 2-ni Y-ə vuranda mənim kükürdüm 2Y-dir. Burada da kükürdüm Z-ə bərabərdir. Tapa bilmirəm axı, ikisi də məhsuldur. Onda oksigenə baxıram. Oksigenin burada məlumdur. Neçədir? 15-i 2-yə. 30'dur. Bərabərdir. 5'i bu 2'yə vururam. Qarşıdakı əmsal hamısına aiddir. 10'dur oksigenim. Üstə gələk. Z-i də 2'yə vururam. 2Z-dir. Onda yazım 2Z bərabərdir 20'yə. Z də bərabərdir nəyə? 10'a. Z də 10'a bərabərdir. İndi mən bu SO2'nin qabağına nə yazım? 10 yazım. 10 yazıq. 10'u yazdım. Z-in yerinə 10 yazdım. O da cavab A-dır. İndi Y-ə baxaq görək. SO2'nin qabağına 10 yazmışamsa, mənim kükürdüm 10'a bərabərdir. Burada kükürdüm nəyə bərabərdir? 2Y-ə. 2Y. 2Y bərabərdir 10'a. Y də bərabərdir 5'ə. Ona görə cavabım nə olur? A variantı olur. Baxırıq 11'ə. 11'də nə var bizdə? Neçə qram su alınır? Bax, buna diqqətli ol, bunu izah et. 11-ci sualda bizə verib hidrogen, üstə gələk oksigen, alınır H2O. Əmsallaşdırıram. Solda oksigenim 2'dir, sağda 1'dir, 2 yazıram. Hidrogenin də qarşısına 2 yazıram, bərabərləşir. İndi 8 qram mənə oksigen verib, 4 qram da nə verib? Hidrogen verib, nə qədər su alındığını soruşur. Əgər qayda var,
reaksiya girən maddələr müxtəlif qramlarda verilərsə, birinci şərt onu mola çevir. Baxım görüm 8 qram oksigen neçə moldur? 32 qram oksigen 1 moldur. 8 qram oksigen x-dir. X bərabərdir. Məxrəcdə 32, surətdə 8. 8-i ixtisar geçsə nə olur? 4də 1, 0,25. Aha, mola çevirdim. Bu nəyin moluydu? Oksigenin. Yazıram üstünə. Oksigen. 0,25 mol. Diqqətli ol, bax məsələlərin bilmək üçün bu qaydaları bilmək lazımdır. Hidrogen 4 qram verib. Bunu da mola çevirirəm. 2 qram hidrogen 1 moldur. 4 qram hidrogen x. X bərabərdir 2 mola. Yazıram üstündən. Bu da 2 moldur. Mola çevirəndən sonra əmsallarına bölək. Hansı ən kiçikdirsə, onun hamısı gedir. Məsələn, 2-ni 2-yə böləndə 1 düşür. 0,25-i 1-ə böləndə 0,25 düşür. Deməli, ən az rəqəm hansıdır? 0,25. Böləndən sonra aldığımız rəqəmlə biz hərəkət eləmirik, reaksiyanı ondan aparmırıq. Sadəcə əmsalına bölürük ki, görək hansı daha kiçikdir. Ona görə də 0,25-i 1-ə böldüm, 0,25 elədi. Ən az mol oksigenindir. Ən az mol hansınındısa onun hamısı gedir. Onda baxaq görək. 1 mol oksigen gedəndə mol onun qarşısında yazılan rəqəmə deyilir. Bax, burada heç nə yazılmayıb deyə mən onu 1 mol götürürəm. Oksigen suyun qramını soruşur deyə 2 vuraq 18 yazıram. Deməli, 1 mol oksigen reaksiyaya girəndə 2 vuraq 18 qram su alınırsa, 0,25 reaksiya gedəndə nə qədər su alınır? X. X bərabərdir. Məxrəcdə 1, surətdə 2 vuraq 18, vuraq 0,25. 0,25-i 2-yə vuranda 0,5, 18-ə də vuranda eləyir 9 qram. Deməli, 9 qram nə alınır buradan? Su alınır. Su. İndi buna baxaq. Nə deyir burada? Kükürt üstə gələk. Oksigen alınır SO2. Burada əmsala ehtiyac yoxdur. Kükürt 1 dənə, oksigen 2 dənə. İndi bax, veriləni yaz 16 qram. Səndən nə soruşur? Neçə qram? Bilmirəm neçə qram. İndi bunu 16 qram verib, amma biz bilirik ki, kükürt 32 qram daxı. 32 qrama 64 qram SO2 alınır. 64-ü hardan aldım? 32 kükürtü 2-ni də 16-ya vurdum. Bəli, x bərabərdir. Məxrəcdə 32, surətdə 16, vuraq 64. İxtisar gedər 2 dəfə, 1 dəfə. Bu da eləyər 32. Sonra baxaq nəyə? 14-ə baxaq. 14-də deyir ki, 16 qram filizi tam yandıranda 12,8 qram SO2 alınır. Bax, filiz nədir? Filiz bir qarışıq maddədir. Qarışıqdır. Qarışıq. Metalları almaq üçün lazım olan minerallardır filizlər. Bunun içərisində başqa-başqa maddələr də var. Başqa-başqa maddələr. Həmçinin də kükürt də var. İndi əgər bu qədər SO2 alınıbsa, deməli, onun tərkibində olan kükürt yanıb ki, SO2 alınıb da, düzdürmü? Nə qədər imişsə, o yanıb ki, kükürt qazı alınıb. İndi nə qədər kükürt qazı alınıb? 12,8 qram. 12,8. 12,8 qram yananda görüm orada nə qədər kükürt var imiş həmin o 16 qramın içərisində. Elə bir kükürt buradaymış. Bu qarışıqda 16 qramdır. Bəs 64 qramda isə 32 qram kükürt yananda 64 qram. Deyə görüm nə qədər kükürt yananda 12,8 alınır. X bərabərdir 6,4 qram. Deməli bu 16 qramın içərisində 6,4 qram kükürt var imiş. Məndən də soruşur ki, kükürdün kütlə payını filizdə tap. Kütlə payını nətər tapırdıq? Ümumi kütləni məxrəcə yazırıq. 16 qram. 6,4-ü surətə yazırıq. Çünki məndən həmin o kükürdün kütlə payını soruşur. Vururuq nəyə? 100-ə.
O da eləyir 40%. 40%. Sonra 15-ə baxırıq. Kalsium xlorid kristal hidratının kalsium xlorid kristal hidratdır. Bilmirəm nə qədər su var burada. Aha, belə yazılır. Nə qədərdir? 43,8 qramını közərtdikdə, közərtmək o deməkdir ki, ona temperatur verirəm. Temperatur verəndə alınır kalsium xlor 2, bir də x qədərini alınır, su alınır. Suyun miqdarını bilmirəm. Amma bu var kristal hidrat. Bax, bu deyir, bunu nə qədər götürüblər? 43,8. 8. İndi gör nə deyirəm. Bu 43,8 parçalananda öz kütlələrinə uyğun olaraq maddələr alınır da. Yəni buradakı alınanların cəmi buna bərabər olmalıdır. Çünki reaksiya daxil olanın cəmi alınanların cəminə həmişə bərabər olur. Nə qədər azalma var yazıb? 21,6. Bilsən azalma nəyi göstərir? Azalma reaksiyada ayrılan suyu göstərir. Əgər bu kristal hidratı mən qızdırıramsa, duz qalır, qalır. Su da buxarlanır, gedir. Azalma səbəbi odur da, yəni. Ayrılır su ondan. İndi baxaq görək. 43,8-dən 21,6-nı çıxım görün buradakı nə qədərdir? 43,8-dən 21,6-nı çıxsam. 22,4. Bəli, 22,2. Aha, 22,2. Aha, 22,2. İndi bizdən nə soruşur? Bizdən suyun qramı soruşur. Kalsium xlorid özü neçə qramdır? 111. Bəs 111 olarsa 18x alınır. 18 suyun kütləsidir, x də onun əmsalıdır. İndi mən buradan x-i tapıram. X bərabərdir. Məxrəcə yazıram 18. Vuraq. Bu belə yazır. 22,2. Surətdə də 111 vuraq. 21,6. Bunu hesabla. O tamları aparaq. Bu 2 dəfə. Bu 1 dəfə. Deməli 216-nı 216-nı da 2-yə də aparsam eləyir neçə? 108. 108-i bölək 18-ə. 6 dəfə düşür. Bəli. 8-in, hə. Bərabərdir 6. Deməli, burada əmsalı 6 olan cavab olur nə? B variantı.